xüsusi olaraq bunu çəkmək istədim. Niyə görə? Bax, burada böyük plaşatka var. Bu dəqiqə indi boşalıb da. Bu dəqiqə indi boşalıb. Bura avtomobillə dolu olur. Bayaq çəkdiyim yer o təndir restoranı, təndirin heykəli deyək də, ona mulyajı böyüdülmüş formada. Sonra orada ştangın heykəli deyək. Bax, bu Sunset Beach-ə bənzəyən ərazi filan. Buranı niyə ətraflı çəkmək istəyirəm? Bax, bu razdivalkada duşavoy var. Pastayanlı suyu gəlir. Bundan başqa da razdivalkalar var. Orada zontiklər var. Burada bu səliqə səhman, əminamanlıq iki şeyə görədir. Bir, Azərbaycan Dövlət Fövqəladə Hallar Nazirliyi. Bax, hələ də növbədədirlər uşaqlar. Hələ də getməyiblər. Və vicdanla borcların yerinə yetirirlər. Dəfələrlə dərinə gedəni qaytarıblar dala. Diqqətlə mən fikir verən adamam. Yəni, razgildə istifatırsın, sigaret çəksən başa, xeyr. Bir də ən əsası, bütün bu razdivalkalar, qadın, kişi, zontik və o razdivalkalardan gələn sular təndir restoranına görədir. Bu şəraiti burada təndir restoranı yaradıb. O razdivalka filan təmənnasızdır, duşavoy təmənnasızdır, avtomobil stayankası təmənnasızdır. İndi yerli sakinlərdən kiməsə hörmət eləmək istəyərsən, əlbəttə ki, biz cənublular özümüz də qonaqpərvərik. Sən də əlvici və salmaq istəyərsən, kimisə qonaq eləmək istəyərsən, o qadağan deyil. Amma biləsiz ki, iki dənə faktor var burada. Bir, Fövqəladə Hallar Nazirliyi, bir də təndir restoranı ki, bu əminamanlığı, səliqə səhmanı. Sivil qaydada da qardaşım, sivil qaydada durub uşağın özün dərinə getsən, xəbərdarlıq eləyib qaytarır dala. Yenə deyəcəm, Allah o adamın ürəyi yaralıdır da. 4 nəfər qardaşımızın valideynlərinə Allah səbir versin. Allah onları qəni-qəni rəhmət eləsin. Bu qədər.